Evlənməyin ideal yaşı nədir? Həm kişi üçün, həm qadın üçün. Aşıq Ələsgər radioda eşitmişəm 42 yaşında məsləhət görür. Özü də 42 yaşında evlənibdir. Kişi üçün. Kişi üçün hə. 42 yaş biraz artıq bioloji olaraq yaşlanma. Dövləti qurmaq məsələsi var. Məsəl üçün dövlət qurur prezident, Bəli. padşah, şah, xan. Ailə qurmaq da kiçik dövlətdir. Kiçik dövlət qurmaq üçün insan təvəkküllənməlidir. Təvəkküllənməlidirmi? Bəli. Onda təvəkküllənici kiçik dövləti düzgün qurucukdur, dövləti düzgün idarə edə biləcəkdir. 20 yaşında o dövlət qura bilməz. Çünki yaşı azdır. Eylədirmi? Siz dedikcə çox alternativ fikir səsləndirdiniz. Ona görə mən indi o həzm eləməyə çalışıram. Həzm eləyənmədiniz. Belə də